Mən deyərdim ki, yəni artıq bağışlayın, bu sevgi deyil. Valideynin sevgisi belə olmur övlada qarşı. Ki mən övladımı idarə edəcəm, mənim sözümdən çıxdı, yaxşı övlad deyil, mənim problemlərimi həll etmir, yaxşı övlad deyil. Bu sevgi deyil. Valideyn köləliyidir. Bəli. Bu Ağır gəlsə də həqiqətən də məncə başqa söz tapa bəli, bilmərəm. siz evladlarınızı sevmirsiniz, təəssüf ki. O zaman onu sevərdiniz ki, həqiqətən də ona imkan tanıyardınız ki, övladını o həyatda özü hüzur tapsın, xoşbəxt olsun, rahat olsun həyatı, onun həyatını necə yüngülləşdirə bilərəm və sən o elə bir yerdə olmalısan ki, o övlad hər zaman valideynimə ehtiyacım olduğunda rahatlıqla ondan valideynlik vəzifəsini görə bilirim. Nədir valideynlik vəzifəsi? Yuxarı yaşlarda artıq və sən ona bir dayaq olaraq, yəni güvən olaraq olmalısan. Bu bəlkə də maddi olmaya bilər, amma mənəvi bir dayaq ola bilər.